Bu gün dadına doyum olmayan, inanılmaz lezzetli amma çox sadə makaron hazırlayaq. İlk öncə qaba duru yağ, ardından bir ədəd orta boy soğanı xırda-xırda doğrayıb əlavə edirik. Soğanı yağda bir neçə dəqiqə qovururuq. Qızartmağa ehtiyac yoxdur, sadəcə soğan yumuşayana qədər qovurmaq lazımdır. Qaynayan suya bir xörək qaşığı duz, ardından 500 qram makaron əlavə edirəm. İstədiyiniz növ makarondan istifadə edə bilərsiniz. Ara-ara qarışdıraraq təxminən 11-13 dəqiqə müddətində qaynadırıq. Soğan azca rəngini dəyişib yumuşayana qədər qovurduq, ardından bir xörək qaşığı tomat pastası əlavə edirik. Soğanla tomat pastasını təxminən 1 dəqiqə müddətində qovurdum. Üzərinə 100-150 qram yayda özüm hazırladığım pomidor püresindən əlavə edirəm. Əgər pomidor püresi yoxdursa, təzə pomidorun qabığını təmizlədikdən sonra xırda-xırda doğrayıb onu əlavə edə bilərsiniz. Yox, əgər püre, pomidor heç biri yoxdursa, tomatın miqdarını bir qaşıq artıra bilərsiniz. Sosa zövqə görə qara istiot və duz əlavə edirəm. Duzu çox istifadə etmək olmaz. Makaronu qaynadarkən yetəri qədər duzdan istifadə etmişdik. Makaronu qaynatdığımız sudan 2 çömçə sosun üzərinə əlavə edib yaxşı qarışdırırıq. Qısıq odda təxminən 2-3 dəqiqə müddətində bişiririk. Dəyərli izləyicilərim, əgər ilk dəfə bu video ilə bizi tanıyırsınızsa, sizlərdən xahişim kanala abunə olmağınızdır. Daha dadlı, daha gözəl reseptlərlə yaxından tanış olmaq üçün. Makaron bişib hazır olana yaxın 200 qram qaymağı sosun üzərinə əlavə edib yenidən qarışdırırıq. Sosa qaymaq əlavə etdikdən sonra uzun-uzadı qaynatmağa ehtiyac yoxdur. O zaman qaymaq əlavə edirik, yəni artıq makaron süzülməyə hazırdır. Bu arada istifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində də qeyd etdim, buyurub baxa bilərsiniz. Sosun bütün ərzaqlarını əlavə etdikdən sonra yaxşı qarışdırdıq. Qısıq odda ocağın üzərinə qaynara düşməsini gözləyirik. Bu arada makaron da yetər qədər bişibdir. Ocaqdan alırıq. Suyunu süzdükdən sonra yavaş-yavaş qaynamağa başlayan sosun üzərinə əlavə edirik. Yaxşı qarışdırırıq. Sosla makaronu birləşdirdikdən sonra artıq ocaqda tutmağa ehtiyac yoxdur. İsti-isti servis edib nuş edə bilərsiniz. Bu qədər qısa müddətdə belə dadlı ləzzətin ortaya çıxması həqiqətən böyük bir fürsətdir. Sizlər də əgər bu reseptlə tanış oldunuzsa, mütləq hazırlayın, mənə sağ ol deyəcəksiniz. Ən əsası uşaqların sevəcəyi hədsiz ləzzətli makaron yeməyidir. Bu günlük bu qədər. Kanala abunə olub, videonu bəyənməyi unutmayın. Hələlik.